Yaradılış. 2-ci fəsil. Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. Allah 7-ci günə qədər gördüyü işləri qurtardı və 7-ci gün gördüyü işlərdən ayrılıb istirahət elədi. Allah 7-ci günə bərəkət verdi, onu təqdis elədi. Çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət elədi. Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir. Rəbb Allah göyləri və yeri yaradanda yer üzündə heç bir bitki yox idi. Heç bir çöl otu da bitmirdi. Çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi. Torpağı becərən insan da yaranmamışdı. Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. Rəbb Allah yerin torpağından insanı düzəltdi. Onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. Sonra Rəbb Allah şərqdə yerləşən Edəndə bir bağ saldı. Düzəltdiyi insanı orada yerləşdirdi. Rəbb Allah torpaqda gözəl görünüşdü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. Bağı suvarmaq üçün Edəndən bir çay çıxırdı. Oradansa 4 qola bölünürdü. Onlardan birinin adı Pişondu. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var. 2-ci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. 3-cü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. 4-cü çay Fəraddır. Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. Rəbb Allah insana əmr eləyib dedi, bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Amma xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə. Çünki ondan yeyən gün hökmən öləcəksən. Rəbb Allah yenə dedi, insanın tək olması yaxşı deyil. Mən ona münasib olan bir köməkçi yaradacam. Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı ad qoydusa, o cür də adlandı. İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi. Amma insana münasib olan bir köməkçi tapılmadı. O zaman Rəbb Allah insana dərin yuxu göndərdi. O yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. İnsan dedi, bax, nəhayət bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimləndir. Adına qadın deyiləcək. Çünki o kişidən götürülüb. Buna görə də kişi öz ata-anasını tərk eləyib arvadına qovuşacaq və onlar bir bədən olacaq. Adəm və arvadı ikisi də çılpaq idi, amma bundan utanmırdılar.